Dostlar salam, xoş gördük sizləri. Kanalıma xoş gəlibsiz. Çoxdan da video paylaşmırdım. İnşallah ki bu dəfə videolarıma like koyarsınız. Bunlar mənim Ruan ördək balalarımdır. Profildə şəkil olan ördəklərin balasıdır. 1 aylıq. 1 ay 5 günlük belə deyim. Bunlar nə yeyib içir? Bunlar 20 günə kimi başlanğıc yeməyi. 20 gündən sonra buğda yarması ilə başlanğıc yemi qarışığı. İndi də 1 aydan sonra adi buğda yemi. Buğda yarması. Su da adi sudur. Heç bir dərman, vitamin, heç bir şey ördəyə lazım deyil. Bir dənəsi bulur olandı. 11 dənəsi də dişi. Bunlar toyuq çıxardıb. Toyuğun altına deməli 13 dənə yumurta qoymuşdum. 12 dənəsini çıxartdı. Sağ olsun. İndi də qoymuşam 5 dənə yumurta. Bilmirəm nə vaxt çıxacaq, çıxmayacaq. İnşallah ki çıxar. Çıxsalar paylaşaram sizlə. Bunlara elə xüsusi qulluq lazım deyil. Tələb eləmir, iynə, dərman, vitamin, heç bir şey. Yəni altları gündəlik dəyişirəm, saman tökürəm altlarını, hər gün dəyişirəm. Çölə buraxıram yaşıllıqda. Daimi yemin qoymuram mən qabağında, gündə 3-4 dəfə qoyuram, yeyirlər füsü. Daimi suları qabağında olur amma. Böyle. Bunlar dekorativ gedir, dekorativ cins. Həm də ətli cins. Fransa ördəyidir, Ruan. Biraz telefonla problem var. Bulanıq düşür videolarım niyəsə. Ona görə üzr istəyirəm telefondandır. Belə dostlar, bunlar haqqında başqa bir məlumat yoxdur deyəcək. İzləmədə qalın. Kanalımıza abunə olun. Oradakı zvanok işarəsini vurun ki video paylaşanda sizə düşsün. Xəbərdarlıq gəlsin. Videoya like koyun. Zəhmət olmasa. Yorum qismində fikirlərinizi yazın, sualınızı verin. Nələri çəkeyim? Bunları çəkeyim, onları çəkeyim, başqa pekinləri çəkeyim. Belə baxış gəlsə, like gəlsə video gələcək. Gəlməsə yox. Çox sağ olun. İzləyən hər kəsdən Allah razı olsun. Öpürəm sizləri, öz-özünüzə müğayət olun. Kanalımıza abunə olun.